Определите основную мысль tekstə. Mətnin əsas fikrini müəyyənləşdirin. Dediyimiz ki, mətnimizdə beynəlxalq ətraf aləmin qorunmasına həsr olunmuş beynəlxalq təşkilat Greenpeace haqqında məlumat verilir. Greenpeace sözünün tərcüməsi yaşıl dünya deməkdir. İlk dəfə 1971-ci ildə Kanadada yaradılmışdı. Hal-hazırda Greenpeace-in daxilinə 3 milyondan çox insan məşğuldur və əsas ofisi Amsterdam şəhərindədir. Lakin bütün 55 ölkələrdə Greenpeace-in filialları vardır. Greenpeace hal-hazırda bütün var gücünü, qüvvəsini meşələrin, çayların, dənizlərin, okeanların, heyvanların və bitkilərin qorunmasına yönəltmişdir. Mətndən irəli gələrək Международная неправительственная организация Greenpeace борется за сохранение окружающей среды variantını mətnin əsas fikri kimi götürürük.